Aha. Deməli, bugün pronounla müəyyən sualların izahlarını verəcəyik. Və gəl görək bunlar hansı suallardır. Birinci başlıqdan 82 mənə müəyyən nömrələr atılıb, onlara gəl baxaq. İlk öncə bizə 82 nömrəli sual soruşulur və biz də burada bunu görmürük. Yəqin ki, bu Mr. Smith-dir. Smith. Çox önəmli deyil. Bu da yəqin ki, order sözüdür. Bu da deyəsən stay-dir. But stay, Mr. Smith ordered. Bunlardır. Okay. İzah eləmək istəyirsən 82-ni? Burada deyir ki, instead of asking him olar yəqin ki, asking him to stay, Mr. Smith ordered. Bircə dəqiqə baxın. Yox, burada Mr. Smith'ə sual vermək, bunu tərcümə ilə getdim biraz. Burada deyir ki, amma them də olardı onda. Ordered. Bu them'dir. Xeyr, o deyildi, deyil. Onlar heç uyğun gəlmir. They ilə olanlar uyğun deyil, he də uyğun deyil. Başqa cürdə burada D variantı olduğunu düşünürəm. Çünki deyir ki, instead of asking him, yəni ondan soruşmalı to stay, yəni qalmalı soruşmadan Mr. Smith ordered him to leave the room. Bəli. Çünki burada hər iki tərəfdə verb var. Asking verbdir. Özün sonra objective istəyir və burada objective. Her də objective olar. Ancaq burada burada bu deyəsən she'dir. Bəli, she'dir. Okay. Sonra digər hissədə yenə eyni şey eləməliyik və burada bizim üçün she verib. She isə elədir ki, biz she'dən sonra she subjectivdir də. She'dən sonra həmişə bizim üçün verb gəlməlidir. Məsəl üçün, she asked. Yəni o soruşdu falan, fe'l gəlməlidir həmişə. Yəni Y variantında da elə deyil. Y variantından sonra məstər gəlib. Bu fe'l deyil. Ona görə yenə də çıxdıq. A-da çıxdıq. Burada da she'dir. D variantı isə tamamilə doğrudur. Bu şəkildə. Olur nə? D variantı. Deyir 83-ü səhvdir. Gəl gör 83-də nə var? Seksiyonuna baxıram. Deməli, burada I cannot tell which book is, yenə isdir. Bizdə bir to be gəlib. Ona görə biz burada your verə bilmərik. Məsələn, B, D variantları getdi. Yəni hər iki tərəfdə də eyni qoyacağıq. Burada nə olacaq? There də olmaz. Yours düzgündür. Cavab C variantı olur. Çünki her olmaz, hers olacaqdı orada da. Bəli. Çünki burada görək ki, nöqtədən sonra noun gəlməyib. Bax, your çıxaq. Yəni nöqtədən sonra yenə noun gəlməyib. There də çıxaq, her də çıxaq. Ancaq digəri isə uyğundur. I cannot tell which book is yours. Deyə bilməyim ki, hansı kitab səninkidir. And which is his. Hansı kitabda onunkudur. Mən bilmirəm, yəni hansı kitab kimindir. Uşaqlar tərcümə də eləyək də. Çünki niyə də olmasın. Sonra deyir 95. Buyur. Buna vəfa ilə baxaq. Birinci tərəfə baxıram, orada isimsizdir deyib, D-ni yeni çıxaram. İkinci tərəfə baxsam, it olar. Ondan sonra da A variantı useless. Niyə burada it olur, onu mənə başa sal. Çünki burada şalvardan söhbət gedir. Dayanıcılı bir şeydən söhbət getmədiyi üçün ona görə it verdim. Tamam, gəl sənə belə bir sual verim. İtlər hürüyür.
Burada itlər sözünü Azərbaycan dilinə əvəz elə. İtlər sözü demə, bunun əvəzinə bir şeydir. Üçüncü şəxsdə. Onda dem olacaq. Deyirsən, onlar hürüyür. Bəliyə bildim. Yəni bizim üçün burada yes. Ona görə trouser sözünü biz burada əvəz edirik. Burada görməyə bacarmaq lazımdır. Bu sual görməyə bacarmaqdır. Yəni görmək deyəndə tərcümə eləyirsən, başa düşürsən ki, nədən söhbət gedir. Əziz bu videonu izləyən şəxs. Və burada sən başa düşürsən ki, burada it vermirik. B variantı. Bu şəkildə. Tərcümə elə cümləmizi. Demək şalvarı gətireyim. Yox, demək şalvar ütülədiyim. İstəyirsənsə deyir şalvarları gətireyim. Yoxsa özün götürəcəksən. Все. Ki 96-nı izah eləyək. Fidan. 96'da I have washed the clothes. Do you want me to iron? Yenə burada indi fail gəlib. Ona görə your olmaz birinci tərəfdə. Yəni D ilə A variantları getdi. Yours olanlar doğrudur. Clothes da bizdə cəm isim olduğuna görə D ilə verəcəyik. Ona görə B ilə C variantları da getdi. Qaldı Y. Yourself-da olacaq. Yəni uyğun gəlir. Ona görə Y variantı. Все. Tərcüməsini elə zəhmət olmasa. Mən bu paltarları yudum. Sən bunları yox, sən istəyirsən mən ütüləyim, yoxsa özün ütüləyəcəksən? Vəfa. Deməli, baxıram burada təkdə verməliyəm. Ona görə Y çıxar, B də çıxar, A, D, C qalar. İkinci tərəfdə də it verəcəm. İnşallah. Deməli nə dedin? Dedin ki, bura təkdir dedin. Düzdür? Bəli. Düzdür. Burada da son sözünə baxarıq. Deyil, A variantı. Bəli. İndi gəl bizə bunu izah edək, çünki bəzi insanlar bunu çaşa bilir. Deməli, bu videonu kimsə izləyirsə və bu sual hələ də aydın olmadısa, izah edək. Burada, bax, bunun izahı belədir ki, tərcümə ilə gedəndə izahı başa düşürsən. Deyir ki, qadının oğlanları. Yəni, bir qadının oğlu. Oğlanları became the winners. Yəni ki, qazanan oldular. Elə deyilmi? İlk öncə bir fokuslaşaq. Deyir, bir qadın oğlan. Bir dənə deyir, bu qadının oğlanları. Bu, yəni bir demir də indi burada. Prosto izah eləmək üçün deyirəm ki, yəni bir dənədir. Women. Görsən, cəmdə deyil. Yəni burada görürsünüz ki, yəni bu qadın deyəcək də. Bunlar deməyəcək ki, neçə dənə görsən sən qadını? Bir dənə görsən. No, все. İkinci hissədə isə deyir ki, didn't they? Deyir ki, qazanan oldular. Elə deyilmi? Deyir, elə deyilmi? Onlar elə deyilmi? Yəni, çünki burada oğlanların winner olub olmamağından söhbət gedir. Deyir, oğlanlar elə deyilmi? Bu şəkildə. Ona görə biz burada cəm götürəcəyik. A ilə D-nin arasında qalırıq və biz burada necə aradan çıxırıq? Bayaqlar dediyim kimi, they subject pronoundur. Ona görə özündən sonra verb gəlməlidir. Ancaq sənin burada verbin yoxdur. Ona görə A-na çıxdın, D variantı qaldı. Əla. 112-ni də izah eləsin bizə Fidan. Burada actors cəmdə verilib deyə this A variantı getdi, C variantı getdi, digər variantlar qalır.
Və yenə actors popularity-dən danışır deyə, yəni bir cansız bir şeydən danışır deyə, mücərrəddir deyə D variantı uyğun gələcək. D-lər olmaz. Ona görə cavab D-dir yəni. Bəli. Qısa bir qayda çıxır bu gördüyümüz kimi 111 və 112-dən ortaya. Deməli burada məsələ nədir? Əgər ki bu formatda bizə test verilirsə, hər ikisində, o zaman biz nə edirik? Yəni deyək ki, burada bir boşluq verilib, özünün sonra 2 dənə isim var, sən də qərar verə bilmirsən ki, hansını əvəz eləyəsən və digər hissədə tag question, yəni ki, ayırıcı sual verilir. Bu o zaman nə edirik? İlk öncə yəni bu populyar suallardan birisidir. Burada gördüyümüz actors sözü biz görürük burada. İlk öncə ilk suala baxırıq. Ona görə biz burada jump hissəni verəcəyik. Digər hissədə isə nəyi əvəz edirik? İkinci hissəyə baxırıq. Populyarlıq. Populyarlıq cəm deyil və cansız olan bir şeydir. Ona görə burada bu şəkildə olacaq. Bu qədər. Bəsit. 120-yə gedək. Buyur Vəfa. Birinci tərəf təkdə olmalıdır. Ona görə B-ni çıxaram. A, C, D ya da Y. İkinci tərəfə baxsam, orada da over-dir deyir deyə. Onda da olur that. Ona görə də C variantı. Burada D variantının ilk tərəfini çıxmışdın. Çıxmışdım. Yox. A, C, Bura görə. qalır. A, C, D, Y qalır. Sonra ikinci tərəfdə də over-dir var deyə. Ona görə də that olurdu da. Onda da C Yes. variantı. Just şey eləmək istədim, dəqiqləşdirmək istədim. Niyəsə fikrim getdi sən danışanda. Deməli, bəli, over there, bir də ki there. Bu iki söz olanda biz nə veririk ora? That veririk ya da ki those veririk. Yox, əgər ki bizə over here verilsə və yaxud da ki here verilsə, o zaman orada nə edirik? This veririk ya da ki these veririk bu şəkildə. Bax, indi mən bir dənə qəşəng bir sual verim. Sualım ondan ibarətdir ki, cəmaət nedərsə qatılmır. Hamını videoya saxlayır. Gələn dərs əlavələr olacaq. Gələn həftə daha doğrusu. Həmişə atacağım. Gələn həftə tətildir bizdə mən rahat qoşulacağam inşallah. Okey. Buradan qruplara bir dəfə də yazım. Özümü çox pis eləyirəm. Dərsə gəlmirlər. Okey. Keçək indi 124 izah eləyək. 124 və 124 izah eləyək. Sonra 126 izah eləyək. Sonra da 128 izah eləyək. 128 maraqlı bir sualdır. 124 deyir bizim üçün. Fidan baxsın buna please. Burada join and deyir, yəni iki dənə adamdır, yəni cəmdədirlər. Ona görə himself nə əlaqə? Sonra yourself-ə uyğun gəlmir, yəni tərcümə görə ancaq you-la ola bilər ya da başqa hallarda ola bilər. İndi burada uyğun gəlmir. Geriyə qalır bir dənə themselves-lə as. Tərcüməyə də baxanda da ikisi də uyğun gəlir. Themselves də uyğun gəlir, as da uyğun gəlir. 2-4. Doğrudur. Bizə ümumiyyətlə belə bir sual tipi veriləndə, yəni ki, yourselves, themselves görürüksə variantlarda və biz görürük ki,
falan kəsin özünü falan. Yəni qayıdış əvəzliyə biz bura qoymalıyıq. O zaman mən başa düşməliyəm ki, mən burada ya subjectə baxacağam, ya da ki objektə baxacağam. İndi sən burada bəllidir hansına baxasan. Məsələn, fikir ver, blamed günahlandırdı deməkdir, verbdir. Bundan əvvəl subject var. Zaten object yoxdur. Objekti mən yaradacağam. Hə, deməli mən burada subjectə baxmalıyam. Gəl baxaq, John və Anne. Bunlar cəmdədir. Ona görə burada himself olmayacaq. Bu biraz axmaq bir variantdır. Yourself, sizin özünüz. Burada baxırıq nə ilə uyğunlaşmır. Deyir ki, John və Anne günahlandırdı sizin özünüzü. For the accident. Burada John və Anne nətər deyim? Sən məsəl üçün bax, deyirəm Fidan və Vəfa. Düzdür? Mən bu qızlara necə baxıram? Onlar deyə baxıram. Bu şəkildə. Ona görə themselves uyğunlaşır. Yəni John və Anne özür istəyirəm. John və Anne onları günahlandırdı. Təşəkkür edirəm. Və yaxud da ki, bizi günahlandırdı. Ona görə 2 və 4 uyğunlaşır. Bu şəkildə. Əlavə dediyə çox adam qatılmayıb. That's okay. Başa düşülən məsələdir. Mən də olsam əlavəyə qatılmaz. Bax, yenə eyni sual tipi. Birinci nə edirik? Birinci, videonu izləyən əziz şəxs. Nə edirsən? Rekorda kimsə oturub baxırsa, bax. Birinci videonu dayandır özünə elə sonra. Burada cəmdir. Ona görə bax, bunları çıxdım. Bunlar qaldı, gördün. Digər hissədə discover sözünə baxıram, təkdir. Bu zaten they özünün sonra fail gəlir. Burada faildir də. Okay. Yenə də biz burada they verməyəcək, çünki burada discovery təkdir, C variantı. Okay. Bəli. Sonra bu bayaqları dediyim sual tipidir. Yəni ki, subjectə baxacaq ya da objektə baxacaq. Bu maraqlı bir sual, xoşuma gəlir bu sual. Deyir ki, uşaqlar, yəni sən burada nə demək istəyirəm? Bax, fikir versən ki, burada bir uşaqlar sözü var. Çünki burada xitabdır. Biz yourselves və s. yəni qayıdış əvəzliklərindən danışanda vergülla olan ayrılan xitablardan da danışmışdıq. Sonra görürəm ki, burada köməkçi feil, subject the main verb'dur. Bu mənə gözümə görünür ki, bu subject, ona görə bunun altına xətt çəkirəm. Sonra bilirəm ki, burada main verb'dən sonra gələn söz by my colleague sözü nədir? Objectdir. Okay, mən hər şeyim burada bəllidir və Fidan izah eləmək istəyir. Buyur Fidan. Üzr sayın sözünüzü kəsdim. Burada sonra nə edirik? Xitaba baxdıq, amma indi xitabdan çaşıb şey deyə bilərlər ki, məsələn, yourselves qoya bilərlər, amma burada səhv olur. Çünki burada əslində tərcümədən belə çıxır ki, uşaqlar, siz niyə mənim öz kolleqamla tanış olmursunuz, onun özü ilə tanış olmursunuz. Yəni mənim kolleqam ya kişidir, ya da qadındır və onun özü ilə dediyimə görə də ya himself olacaq, ya da herself olacaq. İndi mən bilmirəm o qadındır ya kişidir, ona görə ikisini də götürməliyik. Birindən 3 olacaq A variantı. Bəli. Zaten belə uşaqlar məntiqlə də gedə bilər. Kimsə variantla işləyirsə, indi bu tərcüməlikdir. Bəli, bunu tərcümə etmək lazım. Beləsi gələrmi? Belə formasa gəlmir. Narahat olmayın. Çox sadə bir formata gəlir. Bayaqları göstərdiyim formatlarda gəlir. Bu misal üçün heç 124 gələ bilər falan, ancaq bu formata gəlməz. Çünki burada bir neçə dənəsinə baxmalısan və vaxt aparan şeylər ingilisinə gəlmir. Amma sən nə etməlisən? Sən hər şeyi bilməlisən. Tamam mı? Sən burada baxırsan ki, children-da. İndi məntiqlə gedək.
Sən burada baxsan ki, burada bir dənə variant uyğun gəldi 5. Axı sənin bir dənə 5 olan variantın yoxdur. Ona görə 5-ə zəhmət olmasa çıxaq. Sonra sən burada baxsan ki, myself. Myself-a baxırsansa belə. Və məsələn deyirsən ki, you ilə olmur, children-ın olmur. Yəni burada they olar heç olmasa. You olsa yourself, yourself olar falan. My colleague olanda mənim kollega bilirsiz nədir uşaqlar? Əməkdaş da tipə. Məsələn, mənim kolleqalarım müəllimdir tipə belə deyək. Yəni burada məndən belə söhbət getmir. Ona görə bunu da çıxıram. Hə. Yəni burada məsəl üçün yourself qoyur, ondan sonra da himself qoyur. Nətər deyim, bunları bir yan-yana götürmək üçün bir izahım yoxdur da ki, mən bunları necə yan-yana götürüm. Ona görə C variantı məntiqsiz gəlir. Belə izah edeyim. Məsəl üçün, you deyəndə həm sən də başa düşülür, həm də ki, siz başa düşülür. Sən başa düşə bilərsən ki, you səndirsə yourself qoyaq, ya da ki, yourselves qoyaq. Çünki f ilə qutaranda biz bunu cəmləşdirirsə f düşür, ves olur. Düzdür? Ancaq, yəni sən burada yourself, yourselves götürərsən də, da himself-ı niyə götürəsən? Biraz mənasız deyə başa düşürsən, yəni ikisinin də eyni zamanda gəlməsi bu şəkildə də getmək olardı. Yəni kimsə variantla işləsə belə bir şəkildə də işləyə bilərdi. Yəni hər cürə məncə cavab çıxar. Amma yəni məntiqi başa düşməliyik. Zaten Fidan da izah elədi bizim üçün. Bu qədər. Xoşladım bunu. Gəlin indi burada 4-cü suala baxaq. 4-cü suala baxaq Vəfa ilə. Y variantını çıxaram çünki evindən of işlənməz. Sonra biz təkdə də deyir. B-ni çıxaram, D-ni çıxaram, C-ni çıxaram. Dedin ki, feilin təkdədir deyə. Xəbər səsin çox aşağıdan gəlir. Ona görə sən biraz eşidə bilmirəm, üzr istəyirəm. Xəbər təkdədir deyə deyir ki, of-dan əvvəl cəm gəlib. Cəm olmalıydı. Of-dan əvvəl sam gəlib. Cəm olmalıydı. Yəni s olmamalıydı. Feilin sonunda bəli, B variantı doğrudur. V-nın yəni ki, v-nın verbin sonunda s olanda, deməli bu təkdir. Yox, noun-un sonunda s olanda, deməli bu nədir? Cəmdir. Amma noun-un sonunda 2 dənə s olanda, o həmişə təkdir, ha, uşaqlar. Məsələn, address. Sonunda 2 dənə s varsa, o həmişə təkdir. Yəni bunu cəmləşdirin. S-lə falan belə cəmləşdirin. Okay. Hə. Of-dan əvvəl ol gəlsə hamısı deməkdir. Yenə cəmdir. Yəni sən burada nəyə baxsan da bizim belə bir klassik bir qaydamız var. Çünki belə tərcümə edəndə belə bir şəkildə uyğun gəlir. Oldan əvvələ biz baxırıq ozlaşdırmaq üçün. Oldan əvvəl cəmdirsə axırında da cəm gəlir. Ona görə bu belə. Sonra of-dan əvvəl iç gələndə isə hər biri deməkdir. Yəni hər kəsə individual şəkildə yanaşır. Deyir hər bir, məsələn, Fidanın özü, Vəfanın özü, Alsunun özü, başa düşdünüz bu şəkildə. İndividual bu şəkildə yanaşır. Yəni bu əslində bir düsturdur. Burada nə kimi düstur var? Each, ondan sonra either, dan sonra plural, üzrsən, of gəlir. Ofdan sonra plural noun gəlir, yəni cəm isim gəlir, sonra xəbəri də təkdə gəlir. Yəni bu düsturun məntiqi odur ki, hər kəsə özü ilə yanaşır. Ona görə olur burada nə? B variantı. Altıya baxaq. Ay, Vəfa. Altıya baxmayaq, yox. On səkkizə baxaq. 18-ə baxmayaq, yox. Eynisidir. 22-yə baxaq. Fidan. 22-də bizdə there are some'dır. Samdan sonra yəni other gələcək. Bu qayda idi bizdə. Some, what, who, any, bir də more'dan sonra səhv eləmirəmsə şey gəlirdi, other gəlirdi. No, bəli. More dedim, no olmalıydı. What, who bir də. Sadəcə olaraq other gəlməli idi.
Other bir də more gəlməli idi. Onu qarışdırdım. Bəli. Yəni ikisindən birisi gələ bilər dostlar. Yəni bunlardan sonra ya other ya da ki more gələcək. Bu şəkildə və Fidan burada zaten görən kimi other sözünü qoydu. İndi burada maraqlı bir məsələ var. Biz deyirik ki, normalda other'dan sonra nə gəlir? Plural gəlir və ya da ki uncountable gəlir. Düzdür? İndi sən də burada baxsan ki, amma yəni bu normal qaydamızdır. Yazıram bura. Normal qayda. Yəni ki, other'dan sonra ya book gələr. Bu da plurala uyğun nümunə. Ya da ki T gələr. Bu da uncountable uyğun nümunə. Oy, book nə də books plural cəmdə olsun. İndi amma belə bir vəziyyətdə, yəni misal üçün də ki, some'dan other gəlibdi. Məsələn, deyirəm some. Ailə burada da some var. Buradan deyək. Some other deyək. Burada var. Some other desə bundan sonra book da gələ bilər. Normalda dedim olmaz da, yəni books cəm gəlməli ya da ki T sayıla bilməyən gəlməlidir. Amma burada some other verirsə book, yəni burada mənim vecimə olmur ki, məsəl üçün some'dan other, any'nin other, no other falan. Belə gələndə mənim vecimə deyil ki, burada nə kimi isim gəlir. Bura fokuslaşmam, bura mənim vecimə deyil. Əsas mənim buramdır. Başa düşdünüz? Bu şəkildə. Ona görə gəlin görək, yəni ikinci tərəfindən geçsək nə baş verir. Burada cəm verib zaten. Heç qaydamıza da uyğunlaşır. Zaten baxanlar da bunu görə bilər. Və görürsünüz ki, bu bir noundur. Və siz burada baxırsınız ki, others sonunda s olanda noun gəlmir. Çünki biz elə fikirləşirdik ki, öyle bir isimləşib, ona görə cəmləşib, ona görə noun gəlmir. Və burada en artiklı var. Burada mən niyə cəm verim? Ona görə belə getdi. The other isə heç bu şəkildə olmur. Niyə? Çünki the other və həmçinin the others bilsiz nə zaman işlənir? Kontekstdən rəqəm çıxırsa, məsələn, deyir 5 dənə uşaq var, 4 dənəsi oğlandır. Deməli, neçə nəfər qızdır? 1 nəfər qızdır. Yəni, buradan rəqəm çıxdı. Ona görə D-ni çıxardıram. Burada kontekstdən rəqəm çıxmalıdır. Özünü öldürsün, uyğunlaşsın, mütləq uyğunlaşsın. Olmayacaq. Əgər ki, orada rəqəm çıxmayıbsa, kontekstdən rəqəm çıxmırsa, olmayacaq. Və zaten burada other qalır, amma əsas qaydamız, əsas izah bu idi. Təşəkkürlər Fidan. Sonra 25 bayaqkidir. Bayaq da deyim. 32 sırf tərcümədir. Təəssüf ki, buyur. Vəfa. Onu da bir tərcümə edeyim. Bilməm, bəlkə qaydaları işlədəcəksən. Yəni sən bir yerdə qaydaları işlədəcəksən. Amma mən düşünürəm ki, çünki elə görünür tez. Amma mən düşünürəm ki, həmişə birincisi ümumiyyətlə uşaqlar heç vaxt tərcüməyə qaçmayın. Çünki dildə sizi imtahanda tərcüməyə sürükləyən 2 dənə qayda ola bilər. Ola bilər deyirəm. Olacaq demirəm, deyirəm ola bilər. O da nə olacaq? Preposition olacaq ya da ki conjunction olacaq. Ona görə siz də dim sizə oyun oynayırsınız, siz də dimə oyun oynayın. Yəni birincisi qayda ilə həmişə gedin. Maksimal şəkildə variant çıxın. Çünki variantlarınızın bəzilərini məhv edən şey qayda olacaqdır. Onlar çıxandan sonra işin rahatlaşır da az varianta baxsın. Çox vaxtın getmir. Ondan sonra görürsən ki, ağlamırsa o zaman tərcüməyə get. Həmişə bu şəkildə işləsin. Buyur. Burada variant çıxsam yeni məsələn çıxaram. Çünki everydən sonra isim tələb eləyirdi. Daha ona görə yeni çıxaram. Sonra tərcüməyə də baxsam deyir ki, bunlar necə? Jack deyir günahkar olmadığı üçün, hamı Jack günahkar olmadığı üçün günahkar görmürdü. Aydan Düzgün yoldasan, axıra kimi bax, mən səni gözləyirəm, tələsmə. Hamı deyir, Jack günahkar olmadığı üçün onu günahlandırmırdı. Because nə deməkdir? Çünki. Ay, sağ ol. Deməli, indi sən buradakı cümləyə bir bax. Elə belə soruşdum mən aslında, heç bir önəmi yoxdur. Elə belə soruşdum, ora fokuslaşma. Bu bir hissədir belə. Deyildi. Aha.
Onda de ki everybody olar diye düşünürəm. Yox. Düzgün tərcümə elə. Bir dənə gözləyim baxım. Tələsmə. Mən səbirlə gözləyirəm. Deyir ki, Zeh günahkar olmadığı için hiç kim onu günahlandırmırdı. Da bir səhvi yəni yox idi deyib heç kim onu günahlandırmırdı. Olsa A variantı olar onun. Bəli, bəli. İndi Mən Google bildim. kompüteri yanımda tutum. Səsim məncə uzaqdan gəlir. Səsim yaxşıdır? Bəli. Okay. Buradan baxıram, deyir. Bax məsələn, D ilə B variantı da gedir. Səncə niyə? Çünki everyone da hər kəs deməkdir. Hə, everybody də hər kəsdə onda Bəli. iki variant olmaz. Bəli, eyni məna verir. Bilirsiniz nəyə oxşuyur? Although ilə though. Axı bunun ikisi də eyni variantda verilibsə, deməli iki variant düzdür. Sən iki variantı gedib demənə yazsan nə edəcək o sənə? Səhv hesab eləyəcək. Deyəcək iki variant olur bala. Sonra burada da eynisi, ona görə bu da gedir. İşin çox asan qalıb sənin. Çox rahatdır. Aha. Blame sözü bayaqlarda gördük, indi də gördük. Günahlandırmaq deməkdir. Burada da günahlandırdı sonunda ed var. Deyir, kimsə nəsə günahlandırdı Jack'i, çünki o günahkar deyildi. Hə, günahkar deyildi, heç kəs günahlandırmayıb. A variantı, bu qədər. Çox əla, çox qəşəng. İndi belə bir sual yaranır. Belə bir sual gələrmi? Mən uşaqlarla o qədər işləmişəm ki, təxmin edirəm ki, uşaqlar indi burada siz o sualı vermirsiniz. Ancaq indi videonu izləyən uşaqlar mən fikirləşirəm ki, beynində belə bir şey yaranan var ki, belə bir sual gələrmi? Niyə gəlməsin? Niyə gəlməsin? Bu şəkildə. 32-ni də izah elədik. Gəlin görək. 46-ya baxaq. 46-ya Fidandan baxaq. Burada deyir ki, otaqda tamamilə bir sakitlik var idi. Ona görə heç kim heç bir söz demir. Yəni Y variantı olacaq. Nobody said any words. Çünki any inkar cümlələrdə işlənir. Nobody də heç kim deməkdir. Yəni uyur burada hər şey. Məsələn, A variantında everdən sonra noun gəlir deyə çıxır. Some'dan sonra noun gəlməli deyə çıxır. Burada da is-dən sonra eyni ilə. Bu B variantının bədbəxtçiliyi odur ki, bax baba burada görsən nöqtədir. Yəni burada yeni bir cümlə başlayır elə. Yəni baba bu Bir dənə inkar. bəli bunu Azərbaycan nə bilməm nə deyirlər. Kvadratus kuba. Yəni kvadrat mötərizə belə deyək. Burada bax görsən no da negativdir. Buradakı no da negativdir. Aha. Negativi vururam negativə, çünki eyni cümlədədir. B müsbətə çevrildi. Ona görə bunun başını buraxıram. Y variantı doğrudur. İndi sual yaranır. Bəziləri belə bir sual verir mənə. Deyir, müəllim, eyni mənfidir. Ay bala, eyni mənfi deyil. Eyni mənfinin yanında gəlir. Məsələn, Fidan aparır bacısının ad gününə. Fidan olmasa məni ora kimi aparacaq? Mən Fidanın bacısıdır deyə ora gedirəm. Başa düşdün? İndi eyni cümlənin içində niyə girir? Cümlənin içində onun qohumu var deyə. Negativ, yəni mənfi şey var deyə. Orada da note da ona görə. Ünlərimi izah edə bildim. Bu şəkildə. Sonra davam edirik. Vəfa. İki variant çıxır. D-ni çıxaram, C-ni çıxaram. Çünki inkarda təzədən inkar olmaz. Bəli, burada inkardır. Ona görə burada da inkardır. Bunu çıxım, Sonra B ilə Y-də eyni tərcümə verir. Hər ikisi də kimsə mənasını verir deyib B-ni də Y-ni də çıxaram. A variantı. Okay. Bəs yaxşı. Deyək ki, sənə burada Y variantı verir. Yəni biri var da, ikisi birlikdə deyil.
İkisi də kimsə demək deyə çıxdıq uşaqlar. Deyək ki, B variantı verib. Sən yenə variant arasında qalardın A ilə B, tərcümə Onda da eləyərdin. həm də onda inkar cümlədə eyni bod işlənə bilir də, ona görə A-nı yazardım. Bəli, inkar deyə. Amma burada B ilə Y-də ikisində də sam var, ona görə işlənməz. Və inkardan sonra sam gələ bilməz. Amma inkardan əvvəl sam gələ bilər. Bilirsiniz niyə? Çünki inkardan əvvəl olanda onun tərcüməsi bəzi mənasında olur. Oja sən getsin istisnalara necə deyim bunu xitab eləyirsən. İstisnalara xitab edirik inkardan əvvəl sam qoyanda. Ona görə nə olur? Belə bir şey var ola bilir. Maraqlı bir sual idi. Hmm, 61 maraqlı deyil. ...62 maraqlı bir sualdır. İndi baxarıq. 63. Bu ikisi maraqlı suallardır. Gəlin bunlara baxaq. Fidanın zəhmət olmasa 62. 62-də deyir ki, o deməli nəyə baxırıq burada? Deyir sadəcə həkimlər və yəni tibb bacıları falan əməliyyat otağına girə bilər. Digər heç kim icazə verilmir də içəriyə girilsin. İndi burada everybody olmaz. Anybody'də inkar cümlədə işlənər. Yəni burada inkar cümlə görmürük, heç bir inkar yoxdur. Ona görə B variantda gedər. No-dan sonra bizdə nəfəs alsın yetər nağını gəlir. Ona görə no da getdi. Someone-dan sonra someone heç bayaq dediyim cümləyə yəni uyğunlaşmır. No one isə tamamilə uyğun gəlir. Yəni deyir ki, heç kim icazə verilmir ki, içəriyə girsin. Başqa heç kim. Daha doğrusu başqa heç kim. Bəli. Bizə bilməliyik ki, törəmələrdən sonra else gələ bilər. Törəmələrdən sonra xəbər təkdə gələ bilər. Amma nə gələ bilməz? Noun gələ bilməz. Bir də of gələ bilməz. Bəli, bəli. Yəni burada else-a görə yenə belə də çıxa bilərdin, amma çox doğru bir izah verdin. Sonra görürsən ki, cümləmiz yeqaçıda deyil. Bunu da çıxdın. Və qız tərcümə edib uşaqlar. Bu tərcüməlikdir, bu belədir. Deyir, sadəcə olaraq doktorlar və tibb bacıları girə bilərsə, deməli başqa heç kəs icazə yoxdur da. Belə məntiqli bir şeydir. Məncə rahatdır. Tərcümə bilirsinizsə rahatdır. Tərcüməni bilmək üçün nə etmək lazımdır? Qrammatikanı oxuyursan və bu şəkildə tərcümə edirsən. Bax, dedim ki, tərcümə edilə. Uşaqlara dedim, özümü tərcümə edirəm. Bunu bu şəkildə edirsən. Yəni o zaman cümlələri anlamağa başlayacaqsan. Misal üçün, Azərbaycan dilində oxuyanda siz nə isə hansı dilə tərcümə edirsiniz? Yox. Siz sadəcə olaraq Azərbaycan dilində oxuyursunuz və başa düşürsünüz, yox, qurtarə getdi. Bu sizin məsələniz belədir. Ancaq ingilis dilinə aşina olmamısınızsa əgər, yəni illərlə məşğul deyilsinizsə, aylarla məşğul deyilsinizsə ingilis dili ilə, o zaman bu o deməkdir ki, sən ona aşina olmamısan, öyrəşməmisən, alışmamısan bu dilə. Ona görə oxuyub anlamaqda çətinlik çəkirsən. Oxuyub tərcümə ilə anla. Bu şəkildə. 63 biz indi baxaq Vəfa ilə. Deməli, B-ni, Y-ni, C-ni bunları çıxaram. Çünki özündən sonra onlar isim tələb edirlər. Həm də məsələn B-ni orada inverb var, yəni o da inkarda olduğu üçün, inkar cümlədə işləndiyi üçün ona görə B-ni də çıxaram. Tərcüməyə görə də A variantı düz gəlir. Çünki deyir ki, heç kim onu bu həftə heç orada görməyib. Sənə heç ümumiyyətlə tərcümə lazım deyildi burada. Səncə niyə? B-nin, C-nin, Y-nin qəşəng variantını dedin, amma D-ni də bir dənə çıxart. Amma niyə çıxırdı? Orada həz təklər deyil. No. Məsələn, bunu keçən dərs izah verdim. Oldan sonra məsəl üçün canlı olsa, yəni insan mənasını bildirsə, xəbər cəm olur. Oldan sonra cansız versə, o zaman xəbər nə olur? Xəbər tək olur. Sən necə dedin? Cümləni bir dəfə təkrarla.
Deyir ki heç gelmir. Onu bu həftə heç orada görməyib. Hə, sən burada dedin ki, oldan sonra həz gəlməsi. Okey. Hə, burada insan görməyib. İnsan görməyibsə ona görə cəm olmalıdır. Tipa, o cür, hə, elə də getmək olar. Əla, əla. Mən nə demək istədim sənə? Yəni anywhere-dirsə negativi mütləq istəyir. Sən də görsən ki, cümlədə negativ göstərən heç nə yoxdur, deyə ona görə A-nı konkret qoymalısan. Mən elə gedirdim, amma sən çox doğru getmisən, əla. Okay. 67 67 67-yə baxaq Fidanla. 67-də he was left alone, demək o tək qalır və tək qaldığına görə heç bir qayğı, heç kəs ya da heç nə, yəni necə deyim, qayğısına qalmırlar da. Yəni burada bir müəyyən qədər inkarlı olacaq. İndi burada deyib ki, oldan sonra to nə əlaqə? A variantı getdi. B-də every, every-də olmaz. Burada ümumiyyətlə nə seçməliyik? Yəni canlı bir şey seçməliyik ki, o qayğısına baxsın. Yəni cansız bir şey necə onun qayğısına qalsın. Ona görə every gedər, any də gedər. Bizə bir dənə qalacaq someone, bir də no one. Canlı olaraq baxdığımızda bunlar qalır. Və indi bu tək qalıbsa, demək ona heç kim yoxdur da. Ona görə də no one olacaq. Mənim fikrimcə, yəni D variantı. Bəli. Həm də ki, məsələn, bax Fidan bayaqlar dedi, all var. İndi bunu videonu elə çəkirik ki, bu dərsi rekorda alaram da. Qoy hər kəs başa düşsün də, kimsə sual qalmasın. Oldan sonra biz qayda izah eləyəndə, mən izah eləyəndə demişəm ki, oldan sonra bayaqki qayda var. Bir bayaq, bir bu qaydadır. İnsan mənasını bildirsə, cansız mənasını bildirsən bu şəkildə. Bir də belə bir mənası var. Oldan sonra, məsələn, deyirəm ki, oldan sonra cəm noun gəlsə, xəbər də cəm olur. Oldan sonra tək noun gəlsə, xəbəri də tək də olur. Yəni, belə bir qaydamız da var. Yəni, düz yerdə, yəni, oldan sonra to nə əlaqə? Everydən sonra noun gəlir, bundan sonra noun gəlir. Tərcümə ilə də heç kəs qalmayıb yanında. Deyə tək tərk edilib, tək qoyulub. Sonra. Bayaqki qaydadır. Sonra. 73 rahatdır. 73 vəfa. Deməli, burada beyin dərəcəyini də çıxaram. Sonra, çünki onlardan sonra tək gəlməlidir. Burada word cəmdədir. Sonra A olur elə. A variantı olur da. Çünki bunlar da törəmədir. Törəmənin də xəbəri təkdə olur. Ona görə o. Və burada gəlsin insan mənasını bildir. Deyir ki, all were present at the school last week. Deyir, keçən həftə dərsdə hamı iştirak edirdi. Hamı orada idi. Olur nə? All. Yəni insan bildirən oldu. Bu da bizim buna nümunəmiz. 74 Fidan. 75-ə deyir ki, Pamela 74. mehriban, səmimidir və qrupda hər kəs ona hörmət edir ya da etmir. İndi bu yenə mehribandırsa əgər, demək ki, hər kəs ona hörmət edir. İndi variantlara baxaq. Burada yəni tərcüməyə görə getməsək, məsələn, A variantı bizdə qalacaq, sonra D variantı da qalacaq. Çünki törəmədir və törəmədən sonra xəbər tək-tək gəlib, düzgündür. Oldan sonra indi biz burada canlıdan danışırıq deyə, yəni uzlaşmalıydı, yəni respect olmamalıydı, respect olmalıydı. Ona görə B variantı getdi. Y variantında no one-dır. No one qalsın, yəni hələlik qala bilər, çünki tərcüməyə görə getmirəm hələ ki. Everydən də sonra burada verb gəlməz.
Ona görə burada B ilə C variantlar çıxdı. İndi A ilə Y variantları nobody'da, no one'da əgər tərcüməni bilmiriksə, eyni şeylərdir. Ona görə A ilə Y-ni mən çıxa bilərəm. Avtomatik burada bir dənə D variantı qalır. Həmçinin tərcüməni biliriksə də orada onsuz D variantını tez tapmaq olardı. Bəli. Sincere bizim üçün səmimi deməkdir. Bəli. Bunu sinonim deyək. Səmimi isə friendlydir. Kind ola bilər. Dolayısı yolla hə. Genuine. Bu mənim tez istifadə etdiyim sözdür. Genuine sözü yox, genuinely. Genuinely siz nə deməkdir? Genuinely basically Azərbaycan dilindəki zarafatsız sözündən seçir. Deyirsən, zarafatsız bu belədir. Yəni səmimi deyirəm də, yəni həqiqətən içdən deyirəm də. Bu şəkildə belə bir mənası var. Belə. Nə bilim, səmimidirsə fair. Belə şeylər olur. Prosta sinonim demək istədim. Sonra baxaq. 75-də nə deyir? 75-ə də baxaq. Vəfa ilə. Deməli, burada B-ni də, Y-ni də, C-ni də çıxaram. Çünki onlardan sonra siltələyirdi. Ondan sonra noun gəlir ya da ki verb gəlir. Xəbərli gəlirdi, bəli. Burada preposition Sonra var. onunla D qalır. Orada da A variantı. No. A variantı niyə olur mənə? Mənə inandır ki A variantıdır. Elə də deyirəm inandır ki. İnandırmamalısın çünki inanmayacağım. Çünki A variantı deyil. Yalan deyirsən. Onda D variantı olur. Niyə də niyə? İzah elə. İzah elə. Mənə inandır ki həqiqətən A variantı. İzah elə. Deyir ki let's go there at once. Deyir ki ora gedək. Sonra bir saniyə deyir ki I want to miss. Miss nə deməkdir? Miss sözünün iki dənə mənası var. Biri darıxmaq. Həm də qaçırmaq, yəni. Ötürmək deyil ona. Bəli. Qaçırmaq deyəndə elə bil ki götürür qaçır. Elə yox. Ötürmək. Çünki bəziləri elə başa düşülür. Düz deyirsən, ancaq yəni başqalarının ağlında ikili bir sual qalmasın deyə belə ötürmək deyək. Məsələn, avtobusu qaçırtdı. Yəni avtobusu ötürdü uşaqlar. Belə mənasına gəlir. Okay. İndi deyir ki, mən darıxmaq niyə istəyim hansısa bir yarış üçün? Deyir ki, I want to miss at song contest. At the song contest. Deyir ki, mən musiqi yarışmasında, musiqi müsabiqəsində çox çətin bir söz idi bu. Musiqi yarışmasında asandır. Musiqi yarışmasında getmək istəyirəmsə uşaqlar, o zaman heç nəyə qaçırtmaq istəmirəm. Məsələn, indi burada demir də I don't want. İndi bunu desə asan da olar axı bu. O şəkildə demir də. I don't want to miss everything. Belə deyirsə, hə, o zaman o olardı, amma elə demir. Deyir ki, I want to miss nothing. Deyir, heç nə ötürmək istəmirəm, yəni heç nəyə qaçırtmaq istəmirəm, hər şeyi görmək istəyirəm. At once isə dərhal deməkdir, immediately. Allah. Mən və mənim möhtəşəm olmayan xəttim. Bu şəkildə deyir, dərhal gedək, heç nəyə qaçmaq istəmirəm. Belə bir mənaya gəlir. Maraqlı bir sual idi. Məncə maraqlı bir sual idi. Baxaq. Belə tərcüməlilər buraxılışa gətirmirəm çox. Amma düşə də bilər. Yəni sən bunu bilməlisən. Yəni heç kəs burada fikirləşməməlidir ki,
Ay bu gəlməyəcək sual tipidir. Mən bunu gedim oxumuyum. Xeyr, sən bunu hər şey oxumalısan. Çünki rahatdır, alışmalısan. Həm də ki, belə şeyləri yaxşı biləndə sən bunu essəndə də istifadə edə bilirsən. Ürəkli olursan da, başa düşdün? Mən istəmirəm ki, hansı uşaq gedib imtahana girəndə binanın qabağında əssin. Elə bir şey istəmirəm. Əsməyin. Qorxudan. Görək növbəti sualımız hansı olsun? Baxaq. 76 da elə bir sualdır. Ona 76-ya da baxaq. Və kim ki tərcümələrdə çətinlik çəkirsə, nə etməlidir? Və bu videonu izləyirsiniz ya nə bilim axı necəsə bu videodan belə bir şeylər görürsünüzsə, və burada nömrələri götürür. Məsələn 75, 76 görsün tərcümədir. Bayaqki tərcümələri not al. Sonra bu videonun tamamilə axıra kimi izləyib qutarandan sonra get bir dəfə də bax onlara. Təkcə tək tənha, bizsiz, səssiz bir vəziyyətdə. Dilim Azərbaycan dilini tutmur. Bu şəkildə. Tamam mı? İndi 76 da eynisidir. Sakit bir şəkildə ona da baxırıq. Kimin sırasıdır? Deyəsən Fidan sırasıdır. Buyur Fidan. Burada 76 deyir ki, bugün axşam səni gəlib görə bilərəm. Mən, yəni nəsə var ki, onu sənə deməliyəm də. Yenə tərcümə elədim. Burada indi nothing-lə əlaqət inkar cümlə falan da deyil. İnkarı yoxdur, ona görə A variantı getdi. Onsuz inkar cümlədə nothing olmazdı. Sadəcə yəni yoxdur da, inkarlıq yoxdur bunda. A variantı getdi. Sonra B variantında everydən sonra to nə əlaqə? C variantında something bu elə bizim cavabımızdır. Çünki nəsə var ki, mən sənə deməliyəm. Ona görə C variantı doğru olur. Every-lə some demək olar ki, eyni şeydir də, eyni də eyni şeydir. Ona görə bunların hamısını çıxdıq. Bir dənə C variantı qaldı. Bəli, çünki bunlardan sonra noun gəlir, düzdür. Niyə Fidan deyir A variantı olmaz, yəni inşallah yox? Çünki tərcümə elədi də. Deyir ki, mən səni bugün gəlib görə bilərəm. Gəlib görməliyəmsə sifətinə baxmayacağam da sən. Demək sən isə demək istəyirəm. Ona görə olacaq burada cavab. Sən deyir ki, I've got something to tell you. Sənə nəsə demək istəyirəm də. Sənə nəsə demək istəmirəmsə niyə gəlməksən yəni? Ondan sonra 77 də eləsidir. Vəfa buyur bax. Deməli, tərcüməyə baxsam deyir ki, illər sonra deyir mən şəhərə qayıdanda da heç nə dəyişməmişdi. Onda hələ də eyni idi deyir. Onda da nothing olur da ki, heç bir şey də dəyişməmişdi. Bəli. They're still the same. Heç nə dəyişmir. Belə də yəni. Nə deyə bilərik ki burada? 28 də bayaqki düsturlara aiddir. Ona görə, yəni ilk işlədiyimiz düsturlara aiddir. Ona görə bunu da işləmək istəyirəm. Mənə maraqlı gəlir. Məsəl üçün, bayaqları eyni düsturuydu. Yəni, eyni şeylər deyə gedəcəkdik. Çünki çox bəllidir də, baxan kimi bəlli olur. Məsələn, tərcümələri görürsünüz, ard-arda neçə dənəsinə baxdıq. Amma eyni olanda baxmadım. Niyə? Çünki baxan kimi görünür. Amma indi arada bax bu test buna oxşarını bir-iki dənə işlədi, çox az işlədi. Sonra arada başqa suallardan qaynatdım. İndi yenə qayıdıram həmin sualı. Bax siz də işləyin, belə bir strategiya ilə işləyin. Hər hansısa bir fənni oxuyursunuz, ingiliscə oxuyursunuz. İndi təzədən həmin ona oxşar sualı yenə verin. Bir dənə yoxlaq görə elə biz bilirik. Yadımızda qaldı. Biraz ayran qaynadandan sonra. Çox gözəl. 78-ə baxaq. Və niyə? Fidan? Bəli, 78-də deməli off gəlib, off every-dən sonra əgər one olarsa off işlənərdi. Ona görə A variantı getdi. B variantında birincisi indi burada each of the students wants-dur. Yəni burada each uyğun gəlir bizim bayaqki düsturlarımıza görə də each uyğun gəlir. Oldan sonra off gələrsə ya da students də gəlibsə, bu uzlaşmalı idi. Yəni wants yox, want olmalı idi. Xəbəri cəmdə verməli idik. Ona görə C variantı getdi. Y variantında both-dur. Yəni both elədir ki, zaten hər şey cəmdədir. Ona görə wants olmazdı qətiyyən. Ona görə Y variantı getdi. Some var. Some da o kimidir. Some'da da, olda da uzlaşma olur. Yəni bunda da was, want olmalı. Yəni wants yox, want olmalıydı. Ona görə D variantı getdi. Cavab B variantıdır. Bəli, çünki off-dan əvvəl bəziləri deyəsən cəmdir. Yəni düz deyir. Every-də də Fidan nə dedi? Every-dən sonra off gəlmir dostlar. Every-dən sonra off gəlmir. Ancaq bu olmur.
Amma sənə götürüb everyone desə, bax piçik yazmadım ha, çünki piçik olanda everyone nədir bunun adı? Zaman zərfi olur. Zaman zərfi olandan sonra of gəlmir. Biz bayaqlar dedik zərfdən sonra belə deyək də törəmə olur, çaşdım. Everyone törəmə olur. Törəmədən sonra of gəlmir. Ayrı yazılanda isə normal ayrı sözdür. Ona görə bundan sonra of gələr. Yenə eyni şeydir uşaqlar. Plural noun xəbəri də tək olur bu şəkildə. Ona görə A variantını rədd elədik, getdi. Bu şəkildə. Nəsə maraqlı sual oxşu 79. Bunu izah edə bilərik. Vəfa. Deməli, burada A variantını çıxaram. Birinci tərəfə görə çıxaram. Çünki ondan sonra isim gəlir. Yerinə də çıxarım. Sonra ikinci tərəfə baxsam, orada da D variantı olar da. Daha. Məsələn, B variantında biz baxaq. Görürük ki, B variantının ikinci tərəfində O var. Deyir ki, istəyir səni görmək. Deməli, insan məni görmək istəyir də. Ona görə bu canlıdırsa, yəni canlı yox, insan bildirirsə, xəbəri cəm olmalıdır. Yəni, sən burada niyə mənə want verirsən? Belə bir sual yaranır. Bunu çıxdım. Sonra, C variantında da burada all deyir, düzdür. All deyir ki, məni görmək istəyir. Yəni, insan görmək istəyir. Yəni, burada do verir də, does nədir? Ona görə D variantı olur. Həm də ki, törəmədə də eynidir. Eyni istənilən sual cümləsini işlənir. Məsələn, some və onun törəmələri xahişdə işlənir. Bir də təklif cümlələrini işlənir. Amma burada deyir ki, does want, yəni istəyirmi? İstəmək xahiş eləmir, ya da ki, təklif eləmir. Ona görə ibadə uyğundur. Özdəki təkdədir. Bizim törəməmizin nə xəbər təkdə olur. Bomba kimi. Nobody törəmədir və törəmənin xəbəri təkdə olur. Doğrudur, hər yerdən uyğunlaşır. Düzdür. 83 çox maraqlı bir sual oxşur nəsə. 83-ə baxaq, Fidan. Nə vaxt ki mən gəldim, burada nə vaxt ki mən gəldim, was at table. Bircə dəqiqə, was at table, but of them had dinner yet. İndi digər tərəfdə, indi burada but var, ona görə bir tərəfində müsbət olacaq, bir tərəfində mənfi bir şey olacaq. İndi baxaq. A variantında when I came A variantında ikinci tərəfdə every var. Ona görə of-la işlənməz every. Ona görə A variantı gedir. Bu getdi. Sonra B variantında bütün variantları yoxlayacağam. B variantında deyir ki, hər kəs all was at table'dırsa, burada was olmazdı, were olardı. Çünki canlıdan danışan, bir insanlardan danışan. Çünki ikinci tərəfdə nobody'dən danışır. Ona görə B variantı getdi. C variantında deyir ki, hər kəs stoldaydı. Ondan sonra da yenə cümləni təsdiqdə verib və both verib. Both nə əlaqə? İndi tərcüməyə də uyğun gəlmir. Hətta bata görə də uyğunlaşmır. C variantı da getdi. D variantında everybody verib, neither verib, sonra yəni neither of them had dinner yet. Bu uyğun gəlir. Yəni deyir ki, hər kəs stoldaydı, amma heç biri hələ də yəni yemək yeməmişdilər. Ona görə D variantı uyğunlaşır. Y variantında yəni deyir hər kəs stoldaydı, amma each of them hər biri yenə bata görə də uyğunlaşmır da bunlarda. Çünki burada da yenə inkarlıq yoxdur. Y variantı da gedir. Cavab D variantı olur. Bəli. Sağ ol Vəfa, çıxa bilərsən, bəli. Deməli, çox gözəl bir izah. Burada mən başqa bir məsələyə toxunmaq istəyirəm. Və biz dedik ki, batdırsa, negativ, mənfi, belə şeylərə fikir vermək lazımdır. Və biz baxırıq ki, indi fikir ver. Digər hissədə sənin üçün burada yet var.
Mən qaydanı izah edəndə deyirəm ki, yet perfect cümlədə işlənir. Bax, present perfect demirəm. Past perfect demirəm. Deyirəm ki, perfect işlənir. Yəni ki, səndə belə olmalıdır. Ya have, has, had, not, gözə görməli. Not, sonra feilin üçüncü forması. Amma belə bir şəkildə gəlməlidir yet olanda. Düz, yəni inkarda olmalıdır. Çünki yet inkar cümlədə işlənir və perfect. Bax, sən baxsan ki, burada had veribdi. Doğrudur. Burada niyə haddır sual yaranır? Biz bilirik ki, keçmiş, bitmiş zamanda, yəni ki, past perfectdə had üstünə gəlsin feilin üçüncü forması olur. Yəni buradakı had və birinci had buradakı haddır. Sənin burada ikinci hadın bilirsən nədir? Feilin üçüncü forması. Yəni sən burada bilirsən ki, have feilin birinci formasıdır. Və yaxud da ki, has indi şəxsə görə dəyişir. Feilin ikinci formasında had olur. Yenə də feilin üçüncü formasında da had olur. Ona görə buradakı budur. Buna uyğunlaşır. Aha. Və burada da deyir ki, baxırıq, D variantına baxırıq ki, yəni burada yet varsa, konkretən burada negativlik yaratmalısan. Ondan da gedə bilərdin ki, neither olacaq. Ona görə olur nə? D variantı. Məsələn, B variantında fikirləşə bilərdin. A-nı, C-ni elə çıxmaq olardı. Sonra baxsan ki, B uyğunlaşmır. Çünki nobody'dən sonra of gəlib. Bu olmaz. D variantı isə çox gözəl. Bu qədər. Bir necə prizmadan baxmaq olar. Əla. Məncə mənim dizim daha sürətli gedir. Sonra biz indi görək bizim üçün burada nə var? 86-ya baxmaq istəyirəm. Xurşud baxa bilir. Olar. 86'da ilk önce B variantı gelir çünkü evinden of işlenmez. Burada xəbər görür ki, təkdədir deyə o bozsam da gedir, cavab C variantı qalır. Bəli, baxıram ki, of gəlib. Ofdan sonra plural noun gəlib. Xəbərim də təkdə gəlib. Getdi, C variantı. Çünki bayaqlarda baxdım ki, ofdan əvvəl cəm söz bildiribsə, xəbəri cəmdə gəlməlidir. Bu şəkildə. Səsəniyyətə bayaqları baxdığımız suala oxşur. The same-li olan suala. 87 filan. Burada tərcümə ilə gedəcəm. Deyir ki, dəyişib, amma eyni qalıb da, yəni nəsə dəyişməyib demək ki, əvvəl kimi də eyni qalıb. Onda elə dediyimə görə avtomatik cavab çıxır ki, nothing has changed, everything is the same as it was. Yəni heç nə dəyişməyib, hər şey eyni qalıb. Ona görə Y variantı uyğun gəlir. Belə tərcümə ilə getməsək də, A variantında deyir ki, hər kəs dəyişib, hər kəs eynidir. Bununla əlaqə yenə uyğun gəlmir. B variantında yenə eyni şeydir demək olar. C variantında every'dən sonra verb gəlməz, noun gələr. Ona görə bu da getdi. D variantında da deyir ki, heç nə dəyişməyib, heç nə də eyni deyil də. Ona görə D variantı da uyğun gəlmir. Cavab Y variantı olur. Bəli. Xurşud 88. Biz bilirik ki, adətdən sonra cəm isim gəlməlidir, amma burada təkdir. Bank of the River. A variantı gedir. Nə dedin? Dedin ki, other'dan sonra nə gəlib? Tək gəlib burada. Burada tək gəlib, amma Tək lakin gəlməyib, preposition onu gəlib. cəm. İlk gələn sözə bax, yaxşı? Preposition gəlib, tək gəlməyib. Prepositiondur. Onda other da işlənmir. Eyni cümlədə iki dənə inkar olmaz deyə Y ilə D də gedir.
Deyir Y ilə D gedir. Çünki iki dənə Deyir inkar ki, olmaz. deyir ki, burada inkar var. Ona görə də gedir. Düzdür. Deyir bu da doğrudur. Sonra da deyir ki, bura çox qaranlıq idi. Heç nəyi görmək olmurdu. Tərcüməyə baxmayacaqsan elə qaydadır. Noun bank. Sahil deməkdir. Burada da B variantı olmalıdır. Niyə? Çünki others'ın sonunda s var və the others'ın sonunda da s var. Elə bilirik ki, elə bir şey olmayıb, amma biz indi elə bilirik də, anormal şeylərini yadda saxlayırdıq. Elə bil ki, özü isimləşib, sonunda s gəlibdir. Ona görə deyir ki, ikinci ismə ehtiyac yoxdur. Ona görə bundan sonra noun gəlmir. Amma burada noun gəlib. C variantı getdi, B variantı. Yadına düşdü? Bəli. Okay. Mənim ən zəhləm gedən şey nədir? Bax, burada belə olur. B-si, C-si falan, bax, burada olur. Mən buna nətər baxım, dostum. Çox zəhləm gedir bundan. Gəlsənə buraya yazaq. Çünki həqiqətən xoş deyil belə olması. Gözdə. Möhtəşəm xəttimlə yazacağım, siz də başa düşün. İğrənc. Buyurun. Burada deyir ki, stolun üstündə indi bütün variantlarından bir-bir gedəcəm. A variantı deyir ki, stolun üstündə, A variantda anything verib ikinci tərəfdə. Anything inkar cümlədə olmalıdır, amma ikinci tərəfdə bizə təsdiq var. Heç bir inkar yoxdur. Ona görə A variantı getdi. Həmçinin B variantı da getdi. C variantında yenə any var. Any-də some görmüşdüm bayaq. Nəsə səhv görmüşəm. Hə, some B variantındadır. Hə, some any bunların heç biri zaten uyğun gəlmir. Some on the table belə bir cümlə, yəni anormal çıxır. Ona görə B ilə C də getdi. Həmçinin any bizdə inkar cümlədə olmalıdır. Ona görə də çıxır. D variantında bizdə deyir ki, hər şey, everything var. Deyir ki, hər şey stolun üstündə idi. Hər şeyi götürmüşəm. Yəni bu qrammatik olaraq uyğun gəldi, tərcümə olaraq uyğun gəlmədi. Ona görə D variantı getdi. Y variantında isə deyir ki, stolun üstündə heç nə yoxdur, hər şeyi götürmüşəm. Yəni bu daha məntiqlidir. Həm qrammatik cəhətdən uyur, nothing olar, həm də tərcümə cəhətdən də uyur. Ona görə Y variantıdır. Şimdi. Doksan bire de baxaq Xurşud. Deyir ki, tərcümə ilə gedək. Mən bilirəm ki, bilir nə deməkdir mən. Bilmirəm. Özün baxmağa çalış. Bilməli deyilsən, bir nəsə getməyə çalış. Bir yerdə ilişmə heç vaxt. A variantı gedir çünki cümlə inkarda deyil, təsdiqdədir. Bax, bununla bu eyni mənaya gəlir. Səncə hardan bildim? Çünki nobody ilə no one eyni şeydir. Bəli, hə, insan bildirir, heç kəs deməkdir. C ilə D də gedir onda. Nothing eşyadır, somebody insandır.
Burada da friendship'dən falan danışır. İnsan xüsusiyyətindən görürsünüz burada. Friendship'dən danışsa, sən əslində burada nothing verə bilərsən. Çünki deyir dostluq. Dostluq deyəndə ortada insan yoxdur. Yəni təbii ki, dost olması üçün, dostluq olması üçün insan lazımdır, okey. Amma dostluq sözü insan bildirmir. Başa düşdün? Amma əslində düzgün getdin, düzgün bir cavab tapdın. Buradakı məsələ nədir? Bax, budur. Burada then sözü var. Noble sözünə. Noble. Noble isə nə deməkdir? Alicənab. Deyir ki, buyur Fidan. Burada niyə somebody oldu ki, nothing olmalı değildi ki, yəni dünyada heç nəyi bilmirəm ki, Heç bilmirəm variant devote nədir. Əmin deyiləm variant nədir. Bir dənə sən izah elə. Əmin deyiləm. Tamamilə tulladım. Heç baxmamışam cümləyə. hə, heç nə olmadı. Sən izah elə o zaman sən. Bizim üçün. Burada yəni dostluqdan danışır. Deyir ki, dostluqdan burada noble dedik, nə mənaya gəlir, alicənab olur. Devoted də məncə pis bir mənaya gəlir, amma tərcüməyə baxmasaq da dostluqdan danışır. Deyir dostluqdan yəni dostluqla müqayisə eləyir də, insanın nə əlaqəsi var ki, oradakı mən insan deyim ki, dostluqdan, yəni üstün ya yaxşı bir şey, ya pis bir şeydir. Ona görə də B variantı olacaq məncə. Okay. Bizim üçün burada nə deyir? Tərcüməyə baxaq. Bizim üçün burada deyir ki, I know nəsə in the world. Mən dünyada nəsə bilirəm, ya da nəsə bilmirəm. No var, somebody var. Deyir, kimisə tanıyıram, ya da ki, kimisə bilirəm, ya da ki, kimisə bilmirəm, nəyisə bilmirəm. That is nobler than, yəni ki, daha alicənab bir şey daha bilmirəm. Məsələn, deyirəm ki, Xurşuddan daha ağıllı qız bilmirəm. Fidandan daha ağıllı qız bilmirəm. Belə bir şəkildə cümlə qururam. Yəni bu ona oxşuyur. Burada deyir ki, daha alicənab bir şey daha bilmirəm. A devoted friendship. Devoted sadiq demək. Deyir, sadiq dostluqdan başqa alicənab heç nə bilmirəm. Ona görə olur burada nə? B variantı olur. Xurşud, sən burada Y variantı demişdin, yoxsa B variantı demişdin? Hə. Mən şeyə görə gedirdim Fidan. Mən burada Xurşuda əks bir şey deməliydim. Çünki Xurşud nəsə dedi, Xurşuda əks münasibət bildirməliydim. Yəni dostluqdursa, insan yoxdur deyə think verərik. Mən elə bir şey demək istəmişəm. Beynimdə olan şeyi sözləri düzgün şəkildə tökməmişəm. Belə bir şəkildə və heç cümləyə baxmayaraq belə görsüz düzgün şəkildə getdim. Cümləyə baxmamışdım. Tamamilə Xurşudun tezisindən ortaya çıxaraq bir şeylər eləməyə çalışdım və həqiqətən də düz çıxdı. Bu şəkildə. Maraqlı. Məncə onsuz Xurşudda şeylər dedi dostluq insana aiddir, amma tamam fərqli getdi də. Dedi insana aiddirsə elə insan olsun, ona görə Y variant demişdi. Hə, bu elədir ki, bunu biz variantla gedən birik də təəssüf ki. Gələk biz burada tərcüməni bilək, o da bildik. Bu şəkildə. Belə. Buradan qoy bir dənə dipnot keçim. Keçim bir dənə bir şey. Fidanın üstündən keçəcəm. Deməli, çoxu insan elə bilir ki, yüksək bal almaq üçün, ya nəsə eləmək üçün mən hər şeyi bilməliyəm, tipə. Məsələn, Fidan indicə dedi ki, mən bilmirdim sən bu sözü bilmirsən Fidan. Devoted sözü sadiq deməkdir. Fidan heç ona takılmadı, gördünüz? Məsələ nədir? Necə? Mən hətta onu dedim ki, mənfi bir şeydir deyəsən. Yadımda tam qalmadı. Yes. Yəni ki, uşaqlar, Fidan da bizim yüksək bal alanlardan birisidir. 2 dəfə 300 bal alıb OTK-da. Qızın hobbisidir 300 bal almaq. Yəni ki, bax, ehtiyac yoxdur. Özünüzə heç vaxt overwhelmed hiss elətdirməyin. Heç vaxt özünüzü 100% yüklənməyin də, izah eləyə bilirəm. Bu şəkildə. Yəni, məntiqi işə salaraq da ortaya çıxartmaq olur cavabda bir şey. Bu şəkildə. Bilmirəm, indi bu kiməsə motivasiya mı olar, yoxsa kiməsə ürəyini mi saxlar, bilmirəm, amma mən pozitiv bir şey demək istədim. Bu şəkildə. İndi görək 73.
Bəzən olur, hansı uşağa kiməsə nümunə göstərəndə o bir uşağın ürəyi sıxılır. Ki mənə kiməsə nümunə göstərdilər. Yəni neqativ fikirləşə bilər də. Halbuki deyirsən ki, yəni dərs çıxart da. Halbuki şey elə baxmır. Özünə qapanır ki, məni müqayisə elədilər. Amma sağlam müqayisə eləməyi öyrənir uşaqlar. Pis mənada heç bir şəkildə, yəni ona mən də qarşıyam. 93 tərcümə edən absent yox deməkdir. Mövcud olmayan bir şey. Deyir ki, buna ehtiyac yoxdur. Ayda mən yana baxdım ki, görürsüz variantlara birinci baxmaq lazımdır. Görürsüz pronoundur da, yəni sən burada nə baxmalısan? Some deyirsə, somedan sonra noun gəlməlidir, bundan sonra da noun gəlməlidir. Deməli, baxıram. Əslində düz bir sual cümləsidirsə orada any ilə bağlı bir şey işləməlidir. Prosta burada noun yox deyə any çıxdım. Ya variantı əslində doğru gəlir. Və yoxsa ki, bilsən ki, bərəkətdir. Bunun hər şeyə cəmdə olmalıdır. Xəbəri filan hər şeyi. Is all absent. Bax. Burada insan mənasını bilir. Deyir ki, dərsdən kimsə yoxdurmu? Yəni kimsə gəlməyibmi? Belə bir şəkildə soruşur. All burada insan mənasını bilir. Dərsə gələn şey nə olur? İnsan olur. Bu şəkildə. Deyir, kimsə dərsdə yoxdur. Belə bir şəkildə sual verir. Bu da belə. Sonra o 93, 95, 96 maraqlı hissədir. Bu hissəyə baxmaq istəyirik. Kimlə baxaq? 60-cı sualı ikisiniz izah elədiniz. Bu bir sualı da mən izah elədim. O zaman təzən bir də başa qaydaq, Xurşud izah eləsin. Müəllim izah eləməsə nə olar? Təbii ki. Fidan buyur. 95-də deməli birincisində no-dan sonra bayaq yazdığımız qaydaya görə də other gəlib, otherdan sonra da way gəlib. Hətta o bayaq dediyin, yəni normal qayda budur, amma pozula bilər. Məsələn, burada pozulub otherdan sonra way təkdə gəlib. Yəni uncountable da deyil məncə. Ona görə yəni doğrudur da, yəni doğrudur. No-ya görə doğrudur, bir düzdür. 2-də deyir ki, Jack burdadır. Where are the others deyir. Bəs digərləri hardadır? Burada da yəni the others-ın işlənmə qaydası da bu düzgün verilib. Digərləri mənasına gəlir. Doğrudur. The others-dan sonra zaten isim falan gəlmir. Düzdür. İkincisi düzdür. 1, 2. Sonra üçüncüsündə deyir ki, bu teapot bu çox balacadır. But another once deyib, once-la verib, hətta are verib ondan sonra da. Birincisi another-dan sonra one gələr və another one-dan sonra da are gəlməz. Çünki bu bir dənə şeydən danışılır. 3 tamamilə səhvdir. Dördüncüsündə də deyir ki, bu sirdir. No another person deyir, amma no other person ola bilərdi. No-dan sonra another gəlməz. Ona görə 4 də getdi. Cavab 1, 2 olur. C variantı. Bəli, no-dan sonra bayaqları demişdik də. Nəfəs alsın yetər nounu gəl. Pronoun gətirib burada. Come on, sən nə əlaqə burada? Bu şəkildə. Belə, Xurşuddan suala baxmaq istəsən də. Məsələn, 96-ya baxmaq istəyirəm. Baxaq sənə. Olar müəllim. Gəl baxaq. Burada nə other way, belə Safidən dediyi kimi doğrudur. Biri götürürük. Helen has come. Gəldi. What about the other? Digərləri haqqında. What about bizə nə deməkdir? Bəs. Bəs digərləri. Bu da doğrudur. About the other. 3-də deyir ki, bu əmçək çox rahat deyil. Take another once. Fidan deyilən kimi one olmalıdır. Çünki and var. And də sayılarına tek isimlərlə işlənir. 4-də baxırıq. Another person. Burada da ondan sonra another gəlməz. 4-də gedir. Cavab 1-2. Afərin sənə. Bu qədər sadə. No-dan sonra noun gəlir. Burada isə bizə pronoun veribdir. Olmaz. Süpersiz qızlar. Afərin ikinizə də.
Yüzə baxaq. Fidan. 100-də deməli deyir ki, yəni off işlənib, somebody'dən sonra off olma törəmədi, everybody'dan da sonra off olması törəmədi. B ilə Y variantları getdi. Digərlərində some'dır, hamısında uyğundur. Some of us learn English in our office deyir. Ofisimizdə bəzilərimiz ingilis dilini öyrənirik. Amma digərlərimiz alman dilini öyrənib. Ona görə burada the others olacaq. Başqa cür baxsaq, tərcüməyə görə getməsək, another-dan sonra learn nə another-dan sonra ümumiyyətlə hər şey təkdə gəlməlidir. Ona görə C variantı getdi. D variantında da nobody'dən sonra da təkdə gəlməlidir. Ona görə D variantı getdi. Cavab A variantı olur. Aferin, bu qədər. Uşaqlar 100-ə kimi baxdıq. İndi gəlin biraz arxadan baxaq. Burada bilirsiniz ki, mənim ən sevdiyim sual budur. Xoşadın baxaq buna. 100 ilə 154 bir-birinə oxşur. Burada C variantı gedir çünki learn nobody olanda learns olmalıdır. Törəmələrlə təkdə işlənir xəbər. Həmçinin D variantı da gedir. Baxaq digərlərinə. Burada deyir ki, bizim ofisdə müəyyən dillər öyrənilir, amma hər kəs Tərcümə eləmə, ehtiyac yoxdur. Ehtiyac yoxdur. İşarələdiyim eyni rənglərə bax. burada learn var yenə. Everybody ilə somebody'dən sonra learns gəlməlidir. Şu. Amma mənim bir dənə sualım var. Mən ona baxdım. Some'dan sonra isim gəlməli deyil. Çox gözəl bir sual. Mən əslində bayaqlar bunu izah eləmək istirdim. O da beynimdə fikirləşdim ki, buna uyğun əlimdə test yoxdur. Dedim, elə axışına buraxdım ki, qabağımıza çıxacaq və qabağımıza çıxdı. Some'dan sonra noun gəlməlidir, bəli. Amma some'dan sonra noun gəlməyə də bilər. Bu nəyə bənzəyir? Bizim quantifiers deyə bir qaydamız var idi. Və biz orada deyirdik ki, məsələn, gəlin o sualımıza bir dənə qaydaq, onun üzərindən bir izah verək. Elə açan kimi qabağımıza çıxdı. Gəlin elə bunun üzərindən bir dənə izah verək. Bu sualı bilirəm, 50 dəfə izah eləmişəm, amma da bu videoya da rekorda alaraq bəlkə kimsə baxmayıb, bu bir baxaq. Money deyir bizim üçün. O zaman biz burada uncountable-dasa FU-nu çıxdım çünki plural gəlir. Many çıxdım çünki plural gəlir. Sonra boy, səhv baxdım. Bax uşaqlar, ona görə deyirəm. Bax burada birinci boşluqdursa, burada ikinci boşluqdursa həmişə işarə eləyin. Çünki bax görürsüz mən işarə eləmədim. Bəzən düz baxırıq, bəzən səhv baxırıq. Ona görə belə baxaq. Many plural gəlir. FU-dan sonra da plural gəlir. Ona görə bunları çıxdım. Sonra Sonra ikincisi baxsan, deyirsən ki, matchdan sonra uncountable gəlməlidir. Nöqtədən sonra uncountable zat heç nə yoxdur. C-dən sonra plural gəlməlidir. Yenə nöqtədən sonra heç nə yoxdur. L-dan sonra uncountable gəlməlidir. Yenə heç nə yoxdur cümlədə. Bu nə tər olur? Çap səhvi var? Yox. Deyir ki, mənim nə qədərsə pulum var və mən sənə lend borc vermək deməkdir. Borc almaq to borrow olur. Borc vermək isə to lend. Deyir, mənim nəsə pulum var, indi a lot of çox deməkdir. Little biraz deməkdir. Deyir, mən biraz pulum var, ya da ki, çox pulum var, sənə borc verə bilərəm. Çox pul borc verə bilərəm, ya da ki, az pul borc verə bilərəm. Deməli, burada uşaqlar bu nöqtələrin yerində gizli bir dənə money sözü var. Niyə bu gizlidir? Çünki ixtisar edir. İngilis dili elə bir dildir, ümumiyyətlə bütün dillər elə bir dillərdir ki, hər bir dildə təkrarçılığı sevmirik. Məsələn, 2 dəqiqədən bir alsu demirik. Şi demirik. Əvəz eləyirdik biz esələrimizə. Çünki təkrarçılıq sevmirik əsasən. Düz təkrarçılıq eləyib essesini düppədüz yazan uşaqlar da var, hansı ki tam bal alıblar. Amma yəni meyarlarımızda bu var. Bizim üçün burada nə deyilir? Deyir, misal üçün burada da pul sözünü ixtisar edib. Amma pul sözü əslində orada var.
Və sən də burada başa düşürsən ki, nöqtələrin yerinə deyil, burada da əslində, yəni burada nöqtələrin yerinə biz şey qoymalıyıq da, bu converse qoymalıyıq. İndi bu uncountable deyə F-unu çıxdım. İndi A ilə B qaldı. Tərcümə ilə A variantı uyğun gəlir ki, mənim çox pulum var, sənə biraz pul borc verə bilərəm. B variantı axmaqdır deyir, az pulum varsa çox pul verə bilərəm. Mənim özümün az pulum varsa sənə nətər çox pul verim. Ona görə B də getdi. Yəni burada başa düşdün necə ki, ixtisar olmuş formada var. Bunun eynisi Sama da aiddir, N-yə də aiddir. Yəni deyirəm, əlimdə hal-hazırda bir yadımda deyil ki, hansı cümlə, hansı variant bura uyğun gəlir. Ki, məncə topluda yox idi, o burada var. Hətta gəlin tapaq sizin üçün. Deyə burada pronoundursa 188. Bilmirəm ki, hansını nümunə deyə bilərəm ona görə, amma tapa bilərik, gözləyin. Ay, sağ tapdıq, haha. Burada nəsə izahlar vermişəm, ona görə qoy silməyim, bəlkə indi də lazım olar. Aha. Burada biz baxırıq ki, nöqtələrdən sonra vegetables gəlibdir. Yəni biz burada pluraldır. Və sən də bilirsən ki, some'dan sonra və any'dən sonra ikisindən sonra plural da olar, uncountable da olar. İndi baxıram. Some olar, any olar. Anything-dən, something-dən sonra noun gəlməz. Ona görə yeni ana çıxdım. Some da olar. İndi biz burada baxırıq, fikir veririk ki, bizə burada deyir ki, can you give me? Əgər ki, sualımız can-dən başlayırsa, can you və yaxud da ki, could you və yaxud da ki, would you və yaxud da cümlənin içərisində please olarsa, sual cümləsində, o zaman burada nə işlənir? Some işlənir. Any yox, some. Çünki təklif və xahiş cümləsi bildirir. Ona görə any getdi. Any isə düz sual cümlələrində gəlir. Məsələn, gəlirsənmi, gedirsənmi, görürsən, təklif zat yoxdur. Düz bir sual verir. Aha. Sonra digər hissəyə baxıram ki, nöqtədir. Nöqtədən sonra işinə gəlsən, deyirsən ki, boy. Və burada some'dan sonra noun gəlməlidir. Yəni, ya plural, ya uncountable gəlməlidir. Eynidən sonra eyni ilə. Deməli, nədir? O sözü ixtisar eləyibdir. Necə ki, məsələn, cavabı alırsan 15-də 3, deyirsən ki, belə bir variant yoxdur axı. Hə, bir də baxsan ki, sadələşdirilmiş formada verib. Deyirsən ki, hə, 5-də 1. Görsən, bu da yoxdur. Nə edirsən? Burada yazırsan, nə bilim, 12 olur bu. Düzmü ixtisar elədim? Burada da olur belə. Hə, deyirsən ki, hə, buymuş variant. Başa belə şeylər olur. Burada da eynisi. Hə. Ona görə baxırsan ki, bir dənə bax, some var burada. Some-la don't olmur. Çünki some inkar cümlədə işlənmir. İnkar cümlədə işlənir də inkardan sonra gəlmir. İnkardan əvvələ gəlir. Ona görə B variantı. Başa düşdün? İndi gəlin görək burada bu necə apply eləyir. Baxırsan ki, verir bizə some learn. Çox gözəl bir cümlədir. Sən deyirsən ki, müəllim, axı 13-də have-dən sonra, yəni konkret some'dan sonra işinə gəlməyib. Amma burada some'dan sonra xəbər gəlib. Və mən onu nətər eləyim? Nə bilim, indi orada cəm gələcək, tək gələcək. Çox sadədir. Sən baxırsan ki, some'dan sonra plural gələndə xəbəri də pluralda olardı. Some'dan sonra uncountable gələndə xəbəri də təkdə olardı. Sən burada görsən ki, deyir, bəziləri öyrənir. Deməli, insanlar öyrənir. Some people learn. Əslində, orada people var. Some people learn. Bəzi insanlar öyrənir. Ona görə biz burada nə edirik? Yəni, some'dan sonra, some'ın özdə bəziləri, yəni cəm bildiklərinə görə xəbərdə cəm də gəlir. Olur, orada nə? E variantı. İzah edə bildim, xoşud. Çox uzun bir izah oldu. Amma ətraflı bir izah vermək istədim. Bu şəkildə. Sonra 151-ə baxaq. Çox asandır 151. Xoşudla baxaq. Something gedir, addan sonra cəm isim gəlməlidir. Orada en addan sonra sayılardan tək isim gəlir deyə B variantı. Bəli. Bunlardan sonra noun gəlmir dedi.
Bundan sonra noun gəlmədi. Bundan sonra plural gəlir. Böyle doğrudur da. Güzeldi. Buyur Fidan. 150-də places gəlir, yəni pluraldır. Yəni A variantında baxsaq, the others'dan sonra isim gəlməz. A variantı getdi. B variantında the other verib, amma onun işlənmə yeri bura deyil. B variantı da getdi. C variantı uyğun gəlir. Other plural, bir də uncountable isimlər istəyir. Ona görə C variantı düzdür. Others'dan sonra isim gəlməz. Another'dan sonra da countable noun gəlir. Tək gəlir həm də. Ona görə D variantı da getdi. The other'dan sonra verb gələrdi məncə. Bəli, zaten elə olacaq. Tək gəlir həm də gələndə də verbimiz. Həm də bu işlənmə yeri də o digərləri, məsələn də indi biraz verir. Sonra deyir ki, məsələn, digəri belədir. O mənada. Okay. Bəli. The other o formada işlənə bilər ki, orada mütləq kontekstdə rəqəm çıxmalıdır. Bu heç, bu zaten, yəni bunu bilirik. Bir də ki, kontekstdə rəqəm çıxdısa, hər şey okeydirsə, o zaman baxıram ki, xəbəri təkdədirmi? Və özündən sonra isim gəlibsə, isim təkdədirmi? Bunlar vacibdir. Amma bizim burada ismimiz cəmdədir. Hardan baxsan bax, yəni bütün variantlar loserdır. C variantı superdir. Bu şəkildə. Və 149-a da baxaq, xuşud. Əvvəl dedik ki, iki cəmdədir. The other'dan sonra xəbər gəlməlidir. A da gedir. The others'dan S var deyə isim işlənmir. D də gedir. Həmçinin B də cavab Y variantı. Bəli, A variantı the other gərək rəqəm çıxsın. Kontekstdə rəqəm çıxsın. Məsələn, 5 nəfər uşaq var, 4-ü oğlandır, biri qız olmuş olur. Gördünüz? Bir bu. Bir də deyək ki, hər şey yerinə oturubsa, kim burada heç o yerinə oturmayıbdır. Həm də fikir verməsən ki, xəbəri tək, noun tək olsun, yenə deyirəm. Doğru izah verdin. The other isə bundan sonra plural və uncountable. Superdir. Sonra yəni 148 eynidir. Burada prosta nounun qabağında adjektiv gəlir, amma biz yenə də nouna fokuslaşmalıyıq. Fikir vermirik buna, asanlıqdır. 146-ya baxaq, Fidan. 146-da deyir ki, deməli, I'm free. Every variantlardan baxsa, every evening bu uyğun gəlir. Çünki everydən sonra sayıla bilən tək gəlməlidir. Everydir, eachdir, eitherdir. Bunlardan sonra gəlir. A variantı uyğunlaşır. B variantında all var. Alldan sonra evening təkdə gəlməz. Ondan sonra pluraldan uncountable gəlməlidir. Ona görə B variantı səhvdir. C variantında both zaten hər şey cəmdə istəyir. Ona görə C variantı səhvdir. D variantında some all-la eyni qaydaya tabe olur. Yəni uzlaşmalıdır. Plural uncountable olmalıdır daha doğrusu. Y variantında da everydən off ümumiyyətlə yan-yana gəlməz. One işlənər. Every, one, off. Ona görə A variantı düzdür. Bəli, həm də biz birinci present simple falan keçəndə deyirik every morning, every evening falan belə şeylər oradan da görmək ola bilərdi. Buyur Xurşud. Müəllimə deyə bilərik ki, məsəl üçün qapalı testi all some boss var da. Üçünü də demək olar eyni funksiya yerinə yetirir deyə çıxa bilərik. Yox. Yox, həmişə olmur, çünki bayaqları biz çoxlu səndən əvvəl çoxlu testlərə baxmışdıq bu gün. Ona görə onların qoy yanına aparım səni. Bir də yazmaq istəmirəm. Və belə bir qayda qanunumuz var ki, o əgər ki insan mənasını bildirsə, xəbəri cəm gəlir. Cansız mənasını bilirsə, xəbər tək gəlir. Bir belə bir qaydamız var. Bunu dəftərinə yaz, ya da ki bilirsənsə keçim. Keçim yoxsa gözləyim? Keçin. Okay. İndi ikinci hissəmiz də var idi bizim. Möhtəşəm. İkinci hissəmizi tapa bilmirəm. Ha. İkinci hissəmizi tapa bilmədim. Ona görə nə edirəm? Yazıram.
Bir də oldan sonra plural gələ bilər. O zaman da xəbəri cəm olacaq. Ondan sonra uncountable gələndə xəbəri təkdə olacaq. Belə bir qaydamız da var. Yəni bayaqları oldan sonra xəbəri birbaşa xəbər gəlir, xəbər təkdə olur və yaxud ki birbaşa xəbər cəmdə olur. Sən də deyirsən ki, bu nətər olur? Mən də sənə deyirəm ki, əgər ki cansız mənası bildirsə, o zaman xəbər təkdir. Yəni insan yazaq bura. İnsan bildirsə xəbər cəm olur. Belə bir şey. İndi sual hardaydı? İndiyə görə sənin sualının bu necə uzlaşır? Görək. Yəni mən başa düşüm ki, sənin sualına necə cavab vermək lazımdır. Bircə dəqiqə. Sual verdi, deyir ki, all, both, some hamısını birlikdə görəndə çıxmaq olarmı? Bir baxaq. Çıxmaq olmaz gördüyün kimi. Çünki all'un başqa bir məsələsi var və all'un yəni burada cansız və canlı teması var. Bir də ki, plural, uncountable ikisi də gələ bilir. Amma both'dan sonra konkret cəm gəlməlidir. Some-la all biraz oxşur. Some-la all biraz şey eləyə bilərsən. Amma konkretlik yoxdur da, yəni müəyyən etməlisən gördüyün kimi. Bütün qaydaları yadına salmalısan. Bu şəkildə. %143-ü izah eləyəcək. Bir də ki, 142-ni izah eləyəcək. Deyəsən, qobdən baxım. 142 bayaqki baxdığımız oxşur. Ondan görə yenə baxaq ona. 142 ilə 143 baxaq. Buyur Fidan. 143-ü izah edirəm. Deməli, off gəlib. Off-dan sonra every, daha doğrusu every-dan sonra off gəlməz. D variantı getdi. Sonra A variantına baxsaq, A variantında some of the brothers verir və yəni sonra bizdə was gəlib. Yəni bu bizdə düzgün deyil. Çünki some da oldu, uyğun uzlaşmalıdır. Cəmdirsə cəm, təkcə tək olmalıdır xəbərdə. A variantı getdi. B variantında boz verib, bozdan sonra hər şey cəmdə olur. Ona görə vozun olması buna uyğunlaşmır. Ona görə B variantı getdi. C variantında each var. Each bu qaydaya uyğun olur. Çünki brothers var, sonra xəbərdə təkdə verib. Different from the other olur. Yəni digərlərindən fərqlənir. Bu doğru uyğunlaşmış olur bura, bu suala. Y variantında both var. Both'dan sonra dedik ki, hər şey cəmdə olmalıdır. Ona görə yenə Y variantı getdi. Bir dənə C variantı qalır. Onsuz da bizə tərcüməyə də uyğunlaşır. Bir dənə baxaq, görək kontekstdən rəqəm çıxmır. Çünki burada the other var. Each of the brothers was different from the other. Deyir, qardaşların hər biri, məsələn, deyək ki, 5 dənə qardaş var. Deyir, qardaşların 4 dənəsi bir dənəsindən fərqli idi. Belə fikirləşə bilərsən. Amma burada mən razıyam. Kimsə alına sual yaranıbsa ki, burada konteksti şey yoxdur. Bura niyə the other verək? Olar. Problem yaratmır. Dolayısı yolla gəlir. Amma əsasən sizə the other verib, yəni konkret the other ağırlıqlı bir sual düşsə, yəni konkret the other verməlisinizsə, nətər düşür? Qoy mən sizə qoyulan fikrimi çatdırım insanlara. Aha. Bax, misal üçün, bizə burada deyir ki, 118-də. 118-də izah eləməliyik. 118-də bizə deyir ki, Mary has two pen friends. 2 dənə qələm dostu var. Deyir, 2 dənə qələm dostunun bir dənəsi İspaniyadandır. Deməli, 2-dən 1 çıxdım, qaldı 1. Yerdə qalan tək oldu. Deməli, the other götürməliyəm. Yox, əgər deyək ki, 5-dən 1 çıxır, 4 qalsa, yerdə qalan cəm olsaydı, the others olardı. Bu şəkildə. Məsələn, 119 da eynisidir. Deyək ki, 2 dənə dostu var. Bir qrupda deyir, onlardan birisi Çinlidir. Deməli, yerdə biri qaldı. Deməli, yenə biri qaldısa, the other eləyirəm. Bu şəkildə. Sonra, deməli, 117-ni izah eləyək. No. Bunlar kompleks suallarımız idi. 115, 116, 117. Üçlük bir sual idi. Onları bir izah eləyərik.
121 izah eləyək. Mən Hə, sıranı itirdim. Buyur. burada birinci boşluğa baxırıq ki, can gəlib, yəni B gəlib. Ona görə onunla every getsin. Çünki bunun sonra Qalır, noun gəlir, bəli. Unutmam gəlməlidir. Qalır A, B, G variantları. Python istəyirəm. User files mən. Burada deməli bacarmaqda kimsə bacarırsa, deməli everything verə bilmərik. A gedir. Həmçinin B də gedir, o da. No, elə yox, elə baxma. Bu elə şəkildə olmur. Sır tərcümədir bu da, xoşul. Fear qorxu deməkdir. Fearless qorxusuz deməkdir. Qorxusuz. Məsələn, deyək ki, can frighten. Frighten nə deməkdir? Bu da qorxutmaq deməkdir. Qorxutmaq. İndi deyək ki, Steven'a nəsə qorxuda bilər. Məsələn, öz kölgəsindən qorxa bilər. Məsələn, kölgəsini birdən qəfildən gördü, qorxdu. Yoxsa nəsə qorxutdu. Kimsə qorxutmadı ki. Gördün? Ona görə yəni elə getmək ki, burada think deyil, burada da can deyirsə, deməli insanla bağlaşdıraq. Yox, həmişə elə deyil. İndi davamını sən bax, indi tam kömək eləməyim. Deyir ki, frighten go. Yazmışsınız mənimlə. Qorxutmaq. Deyir ki, heç nə Steven'i qorxutmur. O qorxusuz adamdır. Bəli. Deməli biz burada fearless sözündən yola çıxdıq. Deyir ki, he is a fearless man. O qorxusuz kişidir. Deməli Steven heç nə onu qorxuda bilmir. Nothing. Bu şəkildə olmalıdır. Yəni deyir, hər kəs onu qorxuda bilir, qorxusuzdur. Nə əlaqə? Bu da nə əlaqə, bu da nə əlaqə? Eyni mənaya gəlir. 121, 119, 118, 115, 116, 117 conjunction-a bağlı olan bir suallar idi. Gəlin birini mən izah eləyim, qalanını siz izah eləyin. Biz burada baxırıq. Məsələ nədir? Birincisi bildiyimiz yerlərdən gedək, sonra bilmədiyimiz yeri öyrədim. Never var. Never varsa çoxu insan başa düşür ki, bu negativdir. Negativdirsə something olmaz. Çünki something negativ cümlədə gəlmir. Nothing necə gəlsə, yəni never mənfidir. Burada bir dənə mənfini qoşacağam, aləm deyəcək bir-birinə. Everything üçün everything chilldir. Hər yerdə gəlir. Sonra digər hissəyə baxırıq. Adam görür ki, burada don't var, davay, something-i çıxart D variantı. Burada bilmirəm indi variantı nədir. Amma bu səhv yanaşmadır. Belə şəkildə yanaşmaq olmaz. Niyə? Deyirsən ki, müəllimin kardır da, get çıxaq. Niyə səhv olur ki? Variantları səhv veribsə, belə eləyib, yox. Səbirli ol. Sən burada məsələn bilsən nədir? Bax, buradakı that sözüdür. İndi that nədir? Bağlayıcıdır. Və sən burada görürsən ki, bağlayıcıdırsa, bəs mən bağlayıcının izah eləyən nətər izah eləyəm? Bağlayıcı ingilisində nədir? Conjunction. Mən bu qaydanı izah eləyəndə deyirəm ki, ay uşaqlar, bağlayıcıya başlayın. Deyirəm ki, uşaqlar, bağlayıcı nədir? SVO-pitini birləşdirirsiniz, SVO-piti ilə yekə bir cümlə yaranır. O kompleks cümlələr qururuq, yekə cümlələr. Onlar belə ikisini birləşdirərək yaradır. Və sonra sual verirəm ki, buradakı üstə gəlmə nədir? Sonra deyirəm ki, conjunction, yəni bu bağlayıcıdır. Yəni iki dənə adı üstündə bağlayıcı, iki cümləni bağlayır, yekə cümlə olur. İndi bax, sən də burada görsən ki, burada zat iki cümləni bağlaşdırıb. Yəni bax, burada bir cümlədir, burada bir dənə cümlədir. Bax, buradakı isə bir dənə cümlədir. Deməli, hər cümlədə bir ailə kimi bax. Bax, bu ailə fərqlidir, bu ailə fərqlidir. Hər ailənin öz qayda qanunu var. Burada olmayan şey burada ola bilər. Məsələn, bir ailədə uşağa telefon vermirlər, amma o bir ailədə uşağa telefon verirlər. Başa düşdün? Ona görə indi sən oyunun öz qaydalarına görə oynamaq lazımdır burada ki, yəni burada o məsələyə görə something-i dərhal çıxmaq olmaz. Elə bir qərar vermək olmaz.
Sən də burada tərcüməyə baxacaqsan bu variantda. You can never know everything. Sən heç vaxt hər şeyi bilə bilməzsən. Yəni alim ola bilməzsən. Həmişə alim ola bilərsən də, okey. Yəni heç vaxt hər şeyi bilə bilməzsən həyatda. Sonra deyir ki, there is always everything ya da something that you don't know. Orada həmişə nəsə var ki, sən onu bilmirsən. Nəsə var ki, burada olur nə? Something. Ya variantı olur burada. Gördünüz? Bayaqları something-ə çıxmışdıq, amma something oldu burada. İndi D variantını yoxlayaq. Deyir ki, sən həmişə hər şeyi bilə bilməzsən. Orada həmişə hər şey var ki, sən onu bilmirsən. Yəni deyir ki, sən hər şeyi bilə bilməzsən, hər şeyi bilmirsən. Axı mən hər şeyi nətər bilmirəm? Cahiləm mən. Nəsə bilirəm də heç olmasa. Düzdür? Yəni cümlə uyğunlaşmır, başa düşürsən? Bəlkə də cahiləm, bilmirəm. Amma yəni ki, cümlə uyğunlaşmır. Başa düşdünüz? Bu şəkildə. Ümid edirəm, izah eləyə bildik. Həqiqətən izah eləyə bildim. Biraz da sifətinə baxın, biraz idrak eləyin testi 115-ni, 116-nı. Başa düşdün, xoşdur. İzah eləyə bildim, ötürə bildim fikrimi. Okey. O zaman 115'e baxın, biraz başa düşün. İndi bizim vaxtımız qutarır. Biz indi nə edəcəyik? Biraz fasilə verib yenidən dərsə davam eləyəcəyik. Kim dərsə davam eləyəcək? 2 saat dərs keçdik. İndi növbəti 2 saatı kimlər qalacaq burada? Kimlər qala bilir? Mən qaldım. İkiniz də qalırsınız, okey. Mən də qalaram. Ola bilsin tam olmasın amma. Okay, that's okay. Hər nədir? Bu şəkildə. Belə. 115'e baxın, bir dəfə də özünüzə başa salın. Sonra 116 ilə 117-ni ikinci raunda dərsə başlayanda o şəkildə baxacağıq. Belə. Rekordu sonlandıraq.